Salam əziz və dəyərli izləyicilərim. Bugün biz ağız qoxusundan danışacağıq. Ağız qoxusu, ağız boşluğu xəstəlikləri, diş infeksiyası, boğazda olan göynəmə, qıcıqlanma. Bu kimi problemlər əgər sizdə də varsa videonun sona kimi dinləyib, bəyənib rəy yazmağı unutmayın. Ağız qoxusundan bezibsizsə, dişlərinizi fırçalayırsınız, yuyursunuz, yenə də ağız qoxusu, diş qoxusu sizdən əl çəkmirsə, boğazda qıcıqlanma, ağrı varsa, diş iltihabı, diş çirki varsa, bu zaman mən sizə ən ucuz vasitələrlə bu problemlərdən azad olmağa yolunu göstərəcəm. Götürürsünüz xlorgeksidin. Bu sadə variantıdır, yəni biraz faizi azdır. Onu qeyd edək ki, Avro Kompaniya şirkətinə məxsusdur. Bu isə daha yüksək dozada, yəni 4 qat gücə malikdir. Fərqi yoxdur. Bundan da istifadə edə bilərsiniz, bundan da istifadə edə bilərsiniz, amma bu daha etkilidir. Bütün apteklərdən əldə edə bilərsiniz. Məhsulun üzərində QR kod da yerləşdirilib ki, məhsullar haqqında daha ətraflı məlumatları əldə edə biləsiniz. Xlorgeksidini götürürsünüz gündə 2 dəfə, səhər və axşam. 2 dəfə olmaqla, səhər də 2 dəfə, axşam da 2 dəfə ağız boşluğunu qarqara edirsiniz. 2-3 dəqiqə müddətində bu formada. Və hər gün dişlərinizi fırçalayandan sonra həmin xlorgeksidin sprey forması var. Sprey forması. Bundan 2 püskürtmə ağız boşluğuna diş fırçalayandan sonra püskürdürsünüz. Və onunla da ağız qoxusundan, ağız boşluğu problemlərindən azad olmuş olursunuz. Bunu çantanızda da gəzdirməyi, daşımağı məsləhət görürəm ki, yolda, harası bir məclisə gedəndə 2-3 püskürtmə ağız boşluğuna püskürtməyiniz gözəl etkili olardı. Xlorgeksidin, Forte xlorgeksidin. Bu sadə variantıdır, bu Fortesidir və bu da sprey variantıdır. Hər üç məhsul Avro Kompaniya şirkətinə məxsusdur və keyfiyyəti digər xlorgeksidinlərdən, apteklərdə satılan xlorgeksidinlərdən daha yüksəkdir və daha tez effektə malikdir. Videonu bəyənib rəy yazaq və səhifəyə takib atmağı unutmayaq.